Sabah xeyir olsun. 9 Mart 2026-cı il tarixidir. Həftənin isə birinci bazar ertəsi günüdür. Ramazan ayının 19-cu günüdür. Ramazan ayının bu 19-cu günündə də kimlər niyyət edib oruçlarını tutmuşlar. Allah niyyətlərini, oruçlarını qəbul etsin. Amin inşallah. 9 Mart günündə kimlər işləri ilə məşğuldurlar, işləri arxasınca gediblər, iş yerində iş görürlər, evlərində işləri ilə məşğuldurlar. Hər birinə can sağlığı, iş avadlığı. Hər birimizə də bol ruzi, bərəkət arzulayıram bu həftə üçün və bu gün üçün. Bununla yanaşı 9 Mart günündə kimlər təhsili ilə məşğuldurlar və burada məktəblilər də orta ixtisas, ali məktəb tələbələrinə ilk növbədə can sağlığı, zehin açıqlığı, yol açıqlığı, iş avadlığı arzulayıram. Qarşılarına qoyduqları hədəflərə, məqsədlərə çatmalarını arzulayıram. Və həm Azərbaycan Respublikası üçün, həm də bütün dünya üçün yararlı, faydalı, əhəmiyyətli kadrlar yetişmələrini arzulayıram. 9 Mart günündə deməli buraxılış imtahanları səhv etmirəmsə olan məktəblilər var. Onların hər birinə bu imtahanda uğurlar arzulayıram. Arzu edirəm hər biri imtahandan uğurla keçsin, gözəl nəticələr əldə etmiş olsunlar. Amin inşallah. Və bununla yanaşı isə 9 Mart günündə kimlərin rəhmətə gedəni var, Allahdan rəhmət diləyirəm, səbir diləyirəm. 9 Mart günündə kimlərin xəstələri var, Allahdan can sağlığı, şəfa diləyirəm. Bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Bütün şəhid ailələrinin, qazi ailələrinin hər birini salamlayıram. Xoş gün arzulayıram, xoş həftə arzulayıram hər birinə. 9 Mart günündə kimlərin ad günləri, şad günlərdir, hər birini təbrik edirəm və hər birinə bu yeni yaşları düşərli olsun, can sağlıqlı, gözəl bir ömrü yaşamış olsunlar, yaşlar keçirmiş olsunlar. Amin inşallah. 9 Mart günündə də tarixi günlər vardır. 9 Mart 1500-cü ildə Pedro Álvares Cabral'in rəhbərliyindəki Portuqal gəmiləri Cənub-Şərqi Asiyaya yola çıxdıqları və 22 apreldə Braziliyanı kəşf etdikləri gündür. 9 Mart 1796-cı ildə Napoleon Bonaparte'ın Josefina Beauharnais ilə evləndiyi gündür. 9 Mart 1842-ci ildə isə Giuseppe Verdi'nin 3-cü operası olan Nabuco'nun Milanda səhnələndiyi gündür. 9 Mart 1908-ci ildə Inter Milan futbol klubunun yaradıldığı gündür. 9 Mart 1923-cü ildə Sovet dövlətinin qurucusu Leninin keçirdiyi infarkt nəticəsində danışma qabiliyyətini itirdiyi gündür. 9 Mart 1956-cı ildə Xruşovun destalonizasiya siyasətinə qarşı keçirilən nümayişin yatırılması nəticəsində 150-dən çox insanın öldürüldüyü gündür. 9 Mart 2004-cü ildə İstanbulda kafeyə bombalı hücum nəticəsində 5 nəfərin həyatını itirdiyi gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.